Zaqatalanın Qızılgül ətirli müəssisəsi Ləçək firması Günəşli Azərbaycanımızın dilbər güşələrindən biri də Zaqataladır. Baş-başa verərək göylərə meydan oxuyan əzəmətli dağları, buz bulaqları, zümrüd meşələri bu diyarı dünyada məşhur edir. Zaqatalanın təbiəti kimi insanları da gözəldir. Əzəmətli dağlarımız kimi vüqarlı, əyilməz, büllur bulaqlarımız kimi saf, təmiz. Odur ki, Ulu Tanrı bu gözəl diyara min bir nemət bəxş edib, əsirgəməyib varını. Bunlardan ən birincisi dünyada məşhur olan Qızılgüldür. Qızılgülün ətri hər yana yayılıb. Elə bir torpağı da, daşı da Qızılgüldən yoğrulub bu gözəl diyarın. Min illərdir ətirli Qızılgül bəzəyir bu torpağı. Odur ki, hər gələn qonaq, hər gələn səyyah vurulub bu gözəlliyə, bu yerlərə. Türk səyyahı İbrahim Bozyer kimi gəlib, görüb, vurulub və heyranlığını bu sözlərdə sətirlərə köçürüb. Zaqatala, tala-tala gül sərgisi, gözəllik xırmanı, kim bilir görəsən hansı ulu dərzi bu gözəl donu biçib dağlara geyindirmiş. Hoş o kimsənin halına ki, çiçək fəslində yolu bu diyara düşər. Ömür boyu öz-özünə inana bilməzsən, xəyal eləyərsən ki, çiçəkli bir röyə görürsən. Zaqatala Azərbaycan gözəlidir. Rus yazarı İvanov Qafqaz qəzetində 1864-cü ildə görüb bu gözəlliyi, vurulduğu bu gözəlliyi belə tərənnüm etmişdir. Zaqatala Qızılgüllər diyarıdır. Mən hələ ömrümdə onun tayı bərabərini görməmişəm. Əlbəttə, qonaqlarımızın Qızılgül ətirli bu rəylərini çox davam etdirmək olar. Təbii ki, Ulu Tanrının rayonumuza bəxş etdiyi bu qiymətli nemətin qədrini, qiymətini yaxşı bilirlər. Hələ ötən əsrin 60-70-ci illərindən rayonumuzda müxtəlif adla fəaliyyət göstərən müəssisələrdə Qızılgül ləçəkləri emal olunaraq ondan dünyada məşhur olan qızıldan qiymətli gül yağı alınırdı. Ötən əsrin sonlarında baş verən tənəzzül, durğunluqla əlaqədar bu gəlirli sahə unuduldu. Müstəqilliyimizin yenidən bərpasından sonra bütün sahələr kimi gülçülük sahəsi də yenidən dirçəldildi. 2017-ci ilin sentyabrında Azərrose adlı müəssisə rayonumuzda fəaliyyətə başladı. Müəssisənin açılışında ölkə prezidenti İlham Əliyev cənabları şəxsən özü iştirak elədi. Tapşırıqlarını verdi, kollektivə uğurlar arzuladı. Artıq 10 ildir ki, müəssisə uğurla fəaliyyət göstərir. Hazırda müəssisə Ləçək firması adlanır. Bu günlərdə yığım mövsümünün qızğın vaxtı Ləçək firmasının qonağı olduq. Sübhün erkən saatlarının olmasına baxmayaraq, sahələrdə qızğın iş gedirdi. Müəssisənin baş agronomu, 40 il gülçülük sahəsində çalışan Abdullah Qurbanovla gül plantasiyalarını gəzdik. Abdullah müəllim görülən işlərlə əlaqədar məlumat verdi. O dedi, hazırda sahələrdə bol məhsul var. Yığım prosesində rayonumuzun müxtəlif kəndlərindən 58 podratçı briqadada 1800 işçi çalışır. Bu il sahələrdən 700 ton gül ləçəyi toplanacaq və bu məhsuldan 200 kiloqrama yaxın gül yağı çəkiləcəkdir. Məhsulumuz dünyanın müxtəlif ölkələrinə göndərilir. Müəssisədə həmçinin lavanda yağı, nanə yağı, yovşan yağı da istehsal olunur. Müəssisəmizdə 178 hektar sahədə Bolqarıstandan gətirilmiş dəməş və radko qızılgül sortları əkilmişdir. 10 ha sahədə isə lavanda gülü və nanə plantasiyaları salınmışdır. Müəssisəyə bacarıqlı təsərrüfatçı Bəxtiyar Heraçiyev rəhbərlik edir. Müəssisənin bugünə gəlib çatmasında keçmiş direktor olmuş mərhum Şamil Məmmədovun böyük xidməti, böyük əməyi olmuşdur. Müəssisə ərazisində istehsalat bölməsi, ambar, ofis və digər obyektlər, su tutumu 5000 kubmetr olan süni göl və s. vardır. Biz rayonumuzun bu məşhur müəssisəsinə, Ləçək firmasına və onun kollektivinə uğurlar arzulayırıq. Diqqətinizə görə çox sağ olun.